Əziz dostlar, yəqin ki, bu kadrları dünən izləmişsiniz. Daxili İşlər Nazirliyi Nəqliyyat İntellektual Yaratma Mərkəzi tərəfindən paylaşılmışdı. Aeroport yolu Sabunçu rayon ərazisində belə bir hadisə baş verib. Görürsünüz, burada avtomobil öz zolağı ilə hərəkət edir. Təbii ki, burada piyadalar təxminən bir 100 metr məsafədə keçid olurlar, qayda pozurlar. Amma bu sürücü də belə bilin ki, məqsədli şəkildə yoldan çıxır və xəttin üstündə dayanmış piyadaları vurur. Yəni, elə bilin ki, tapşırıq verilir ki, onları mütləq vurmalısan. Düzdür, bu əslində piyada vurmaya qarşı mübarizə sahəsində piyadaların maarifləndirilməsi üçün yayılmış bir görüntü idi ki, keçid olan yerdə, burada görürsünüz, təxminən bir 100 metr məsafədə piyada keçidi olduğu halda bu iki cavan oğlan qaça-qaça Sokarın yanacaq doldurma məntəqəsinin qarşısında hərəkət ediblər. İndi baxaq görək, bunların əlindəki nədir? Qab. Yəqin ki, buralarda haradasa maşın dayanıb, yanacağı bitib. Bunlar da əllərində qab, gedirlər Sokardan yəqin ki, yanacaq almalı. Təxminən bunu belə incəliyirik. Mən ümumiyyətlə xoşlayıram belə videolara şərh verməyə ki, əslində nə baş verdi, niyə baş verdi və biz görürük ki, o insanlar yəni tənbəllik edirlər. Buradan bir 100 metr məsafəni getməyə bir 3 dəqiqə, 2 dəqiqə vaxt gedəcəkdi, keçəcəkdilər, bir 3 dəqiqə, 2 dəqiqə də bura gələcəkdilər. İndi bunlar güya buradan 1 dəqiqə ərzində keçməyə çalışdılar. Özdə baxın, 1, 2, 3, 4, 5, 1, 2, 3, 4, 2 zolaq da burada 6. 11 zolaqlı yolu bu adamlar keçib əks tərəfə keçməyə çalışırlar və keçid olduğunu da görə bu hərəkət edirlər. Təbii ki, indi burada sürücünü məsuliyyətə cəlb edəcəklər, çünki sual çıxacaq ortalığa istintaq vaxtı ki, sürücü bu hadisənin qarşısını ala bilərdimi? Bəli, ala bilərdi. Necə ala bilərdi? Zolağı düz getmək şərti ilə, baxın. Bəs yaxşı, sürücü niyə bu hərəkət elədi? Ya o maşını ötmək istəyirdi, qarşıdakı maşını, ya da başı ya telefona qarışıb, ya da ola bilsin, yuxulu və diqqətsizdir. Hər bir sürücü sükan arxasında diqqətli olmalıdır. Yola tam nəzarət eləməlidir. Hansı nöqtədə, qarşımıza hansı bir tipdə insan çıxacağı, maneə çıxacağı bəlli deyil. Ona görə hər birimiz diqqətli olmalıyıq. Piyadalar xəsarət alıb və kadrlardan da görürsünüz ki, hadisə yerinə gələn yol polisi əməkdaşları onları London taksisinə yerləşdirir, kömək edirlər və ardınca da yol polisinin müşayiəti ilə bu yaralılar xəstəxanaya çatdırırlar. Baxın, patrol maşını müşahidə edir, burada da görürsünüz ki, taksi tez bir zamanda bunları Sabunçu xəstəxanasına çatdırır. Belə görüntüləri bizim yaymaqda məqsədimiz olur ki, hər birimiz diqqətli olaq. Piyada qismində yol qaydalarını pozmamaq, diqqətli olmaq tələb edir və sürücü qismində də maşını boş-boşuna buraxmaq və o ancaq son anda, dəyən anda hiss olunur ki, sürücü ayıldı, gördü ki, artıq qarşısında 2 nəfər var və onların ikisini də vurdu. Keçmiş olsun deyək və diqqətli olaq.